Salam uşaqlar. Uşaqlar, bizim bugünkü dərsimiz sizinlə belə əvəzliyin məna növlərini anlayır. Yəni, əvəzliyin məna növləri haqqında olacaq dərsimiz. Sizlə bir yerdə biz əvəzliyin məna növlərini anlayaraq öyrənərik. Aydındırmı? Bəli. Uşaqlar, ilk əvvəl sizdən soruşum. Bizim əsas nitq hissələrimiz hansılar idi? Kim deyər? Ateşliylə. İsim, sifət, feil, zərb, əvəzi, say. Çox sağ ol qızım. İndi əvəzlik bizim axırıncı əsas nitq hissəmizdir də, düzdürmü? Feil nə bildirir Fatimə? Hərəkət bildirir. İsim nə bildirir? Mədinə deyilən? Ad bildirir. Bəs say nə bildirir? Say nə bildirir? Rəviyyə deyilən qızım? Sırasını bir də miqdarını. Aha, əşyanın sırasını və miqdarını bildirir. Bəs sərf nə bildirir? Rəna deyilən? Hərəkətin zamanını, yerini, sonra tərzini bildirir. Aha, miqdarını, zamanını, tərzini və bir də yerini bildirir, düzdürmü? Nəyi soruşmadı? Sifət nə bildirir bəs Gülay? Əlamət və keyfiyyətini bildirir, düzdür. Yaxşı uşaqlar, əvəzlik sözünün mənasında əvəzlik, əvəz sözünü necə başa düşürsünüz? Davud deyilən? Nə isə əvəz eləmək, düzdür? Yəni, Gülarə müəllimə dərsə gəlməyəndə kimsə onu nə edir? Əvəz eləyir, düzdür? Amma o Gülarə müəllimə deyil ki. Elə deyil. Aha. İndi, Tural, mənim balam, əvəzlik sözünün mənası, yəni, ismi əvəz eləmək, sifəti əvəz eləmək, düzdür? Hətta zərfi belə əvəz eləmək. Əvəzi özün də əvəz eləyir. Başa düşürsünüz necə? Yəni, əvəzliyin bu xüsusiyyəti var. Aydındır. İndi gəlin, lövhədə yazılan bu cümlələrdən biz əvəzliyi müəyyən eləyək. Bunların yerinə hansı əvəzlikləri qoya bilərik? Düzdürmü? Sonra gəlib dərsi davam edib anlayarıq. Aydındır. Gəlin cümlələrə bir-bir baxaq. Nöqtələrin yerinə yazılıb. Kley götürün uşaqlar. Gül al, ətirli olsun. Uşaqlar, biz bu nöqtələrin yerinə nə qoya bilərik? Görürsünüz. Dinən. Elə gül al, ətirli olsun. Ay sağ ol. Gəl elə əvəzliyini burada tap. Burada tap, qoy yerinə. Aha. İkincisi mən deyə Kley dedim axı götür. Bəli, yapışdır tez-tez. İkincisini Gülay gəl sən elə görüm hansı cümləni deyərsən. O mənim bacımdır. O mənim bacımdır. Götür. O hansı əvəzliyi olur qızım? Məmə o şəxs əvəzi. Aha, neçənci şəxsin əvəzliyidir? Məmə o üçüncü şəxs. Tap görün. O şəxs. Get yapışdır. Kley götür. Dedim axı. Kleylə gəlin. Yapışdır qızım tez ol. Mən gələ bilərəm. Gəl sən. Sən dərs oxu. Yox. Sən dərs, burada oxuyursan deyə cümlənin sonu bax. Təmin oldu. Onun Biraz tez olun da. Kley gətirin qoyun, tez olun, cümlələri tamamlayaq. Gülay, hansı cümləni elədin? O mənim bacımdır. O mənim bacımdır. Düzdür uşaqlar? Aha. İndi bina təmir olundu. Nöqtələrin yerinə hansı əvəzlik? Kim deyə bilər? Rəna gəl qoy. O bina təmir olundu. Hansı? Bizim binamız təmir olundu. Yox, bax. Bina təmir olundu. O bina təmir olundu. İşarə əvəzlikləri hansılardır Rəna? O bu elə belə. Aha, bəlkə bunu qoyaq yerinə. Tap götür yerinə. Bəlkə həmin qoyur. Qoy. Tap gör hansıdır? Aha. Nədir Yusuf? Biz kitabı hardan aldıq? Orada biz sözü. Ay aferin, gəl düzelt tez o. Biraz tələsin. Kleylərdən tez-tez götürün də. Biz hanı? Bizi götür. Biz o kitabı hardan aldıq? Biz. Yusuf düz deyir. Gəlsin qoysun yerinə. Aha. Hansı cümlə idi? Aha, yapışdır. Biraz cəld olun uşaqlar. Tural, sən gəl görüm Tural. Hansı cümləni seçirsən Tural? Aha. Çox sağ ol Yusuf. Tural, hansı cümləni seçirsən?
Ha, sən sinifdə oxuyursan. Sual olar. Hansı nə qoya bilərsən ora? Sən buyur görüm. Kim kömək eləyər Yusif? Dinə. Sən bizim sinifdə oxuyursan, yox. Sən sinifdə oxuyursan. Sual orada yerə çatmayıb, mən sual qoyacaqdım. Bir dənə sual qoya bilərsən. Kim deyər? Aygün. Nə? Hansı sinifdə oxuyursan? Aha. Sən benim dostum qapını açdı. Sən Biz Tural, sən sinifdə oxuyursan. hansı sinifdə? Hansı sinifdə oxuyursan? Neçənci sinifdə oxuyursan? Gəl tap görüm buradan. Necə sinifdə oxuyursan? Neçənci? Neçənci? Aha. Tez yapışdır onu. Aygün, hansı cümləni istəyirsən? Gəl görüm. Sən oxuyursan. Aytaç, sən hansı cümləni seçdin? Gəl görüm. Aytaç, hansı cümləni seçdin qızım? Gəl. Hansı cümləni seçdin? Bu da Ha, nə qoyarsan orada? Sən gəl burada bax. Bax gör hansını seçirsən burada. Sən hansı oxuyursan, belə düz olur qızım. Əvəzlik qoya bilərsiniz yerinə. Buyur, əvəz ilə. Sən oxuyursan. Sən belə oxuyursan. Aa, qoya bilərsiniz. İndi Aytaş özü hansını seçir? Sən gəl qızım, gəl. Sən necə oxuyursan? Yaxşı. Biri seçib, biri də yapışdıra bilər. Bu da düzdür. Özünüzdən də cümlə qurun uşaqlar. Hansı cümlə qaldı? Yusuf gəl. Aha. Aha. Filankəs qapını açdı. Buyurun. Samaya, sən hansını gətir? Yapışdırmaq istəyirsən? Yusuf, görüm nə edirsən sən burada? Ay, sağ ol. Kimsə tez. Kimsə qapını açdı. Aha. Yusuf, tez ol. Kimsə qapını açdı. Yaxşı. İndi uşaqlar. Samaya, hansını yaz? Buyur. Merhaba, burada vizit filankəs tanımalı söz olacaq. Belə yapışdırırlar. Hə, yaxşı. Burada isə cümlə artırır, siz onu tanıyırsınız söz olacaq. Aha. Sizin üstünə qoy. Nöqtələrin üstünə qoy. Aha, çox sağ ol. Yaxşı. Biz kitabı hardan alaq? Uşaqlar, orada nöqtələrin yerinə nə qoya bilərsiniz? Kim nə düşünür? Sən kitabı oradan al. Yox. Biz kitabı hardan alaq? Biz onu belə durmuşuq. Biz o kitabı hardan alaq? Bəli. Burada olmamalı. Aha. Bu burada olmalıdır. Bence bu ben de size sizden konuşmalıyız. Aha. İndi uşaqlar, biz bugün sizinlə lövhədə yazılan bu cümlələrdə əvəzliyin məna növlərini görmüş oluruq. Uşaqlar, əvəzliyin neçə məna növü var idi? 5 məna növü var idi, düzdür? Hansılar idi Aytaç qızım dinən? İşarə əvəzliyi, qeyri-müəyyən əvəzliyi, sual əvəzliyi, şəxs əvəzliyi, təyin əvəzliyi. Ay sağ ol, təyini əvəzlik. Deməli uşaqlar, gəlin belə cümləyə baxaq. Elə gül al. Sizcə burada hansı mənanı ifadə edir? İşarə əvəzliyidir, düzdür. O mənim bacımdır. Şəxs əvəzliyi. Həmin bina təmir olundu. İşarə əvəzliyi. Kimsə qapını açdı. Kimsə qapını açdı. Hansı? Qeyri
bəli, bilmirik o kimdir, düzdür? Yaxşı. Bizi filan kəs tanımadı. Bu düzgündürmü uşaqlar? Bizi filan kəs tanımadı. Burada deyə bilərik, bizi heç kim tanımadı. Ay sağ ol, kim onu dəyişdi? Rəna gəl dəyişdi. Heç kim gəl oradan. Aha. Filan kəs oradan götür, daha yerində olsun. Tural, mənim balam, əvəzik bilirsən nə deməkdir? Yəni biz, bax, deyirik ki, Tural dərsə hazırdır. Turalı qoyuruq kənara, deyirik ki, o dərsə hazırdır. Başa düşdün? Yapıştırmadan. Yo, onu götür üstünə yapışdır. İndi onlar bizə lazım olacaq. Bir dəfə də izah edirəm. Çox sağ ol, Rəna. Yəni, mən demək istəyirəm ki, hündür bina bizim binamızdır. Hündür sözü sifətdir, düzdür, oğlum? Sifəti qoyuruq kənara, həmin sözünü qoyuruq onun yerinə, əvəz edirik onu həmin sözü ilə. Başa düşdün? Aha, burada sifəti neynədir? Əvəz elədi. Yaxşı uşaqlar. İndi uşaqlar, gəlin müəllimə sizdən bir neçə sual soruşsun. Mən niyə biz sözünü qırmızı yazmışam? Sizcə niyə biz sözünü? Biz necə əvəzlidir? Şəxs əvəzidir. Birinci şəxsin nə idi Tural? Cəmidir. Bizi nə üçün qırmızı yazmışam? Kim deyər? Sən bana de. Ola bilər o mənim sual kimi düşsün mənə. Sual yazıyır bana. Bir sual əvəzliyi ola bilər. Ola bilər. Xeyr. Uşaqlar, mən bizi ona görə qırmızı yazmışam ki, bu homonimdir. Heç usta ayaqqabı ilə biz isimdir, aydındır. Demək şəxs əvəzliklərini biz homonim kimi də nə edə bildik? Tanıya bildik. Aydın oldu? Əyləş. Tural necə? Kimsə sözünü niyə mavi yazmış? Nə? Kimsə sözünü niyə mavi yazmış? Kimsə sözü də homonimdir. Kimsə sözü uşaqlar həm isimdir. Mənim kimsəm. Mənim kimsəm. Bu burada isimdir, düzdür? Amma kimsə qapını açdı. Bax, o necə əvəzidir? Qeyri-müəyyəndir. Deməli, kimsə əvəziyi də necə ola bilir? Homonim ola bilir, düzdür? Yaxşı, çox sağ ol sualıma görə. İndi uşaqlar, mən sizə bir dənə əvəziyi göstərirəm, bir dənə baxın bura. Kim idi burada? Nə yazılır? Kimi? Uşaqlar, kim bunu sual əvəziyi kimi işlədər? Kim sual kimi işlədər? Səmaya dinən? Onun kimi. Ha. Onun kimi insanlar azdır. Necə? Onun kimi insanlar azdır. Sən dinən? O kimin kitabıdır? Kimi axtarırsan? Aha. Sonra uşaqlar, bəs kimini qeyri-müəyyən əvəzi kim işlədər? Dinən. Sən onun kimi bilirsən, tanıyırsan. Onun kimi, bəli, bənzətmə. Onun kimi burada qoşma oldu. Ay, çox sağ ol. Sən həmişə maraqlı şeylərə sataşırsan. Deməli, onun kimi gözəl qız. Burada oldu qoşma, düzdür? İndi uşaqlar, kimi axtarırsan? Burada hansı əvəzidir? Sual əvəzidir. Bir də deyirəm ki, kimi bizi güdür? Bəs burada hansı əvəzi oldu? Qeyri-müəyyən. Ay, afərin, bəli. Demək, əvəzliklər müəyyən, müxtəlif cür homonimdə ola bilirlər. Başqa nitqisələri ilə, hətta özləri ilə də ola bilirlər. Düzdür uşaqlar? Uşaqlar, bəs sizdə sual ola bilər ki, müəllimə, filan kəs əvəzliyini nə üçün göy yazmısan, çəkmirsən? Nə üçün? Müəllimə homonimdir. Homonimdir. Başqa suallar ola bilərmi? Uşaqlar, bütün əvəzliklər qeyri-müəyyən əvəzlikdir. Bütün əvəzliklər ayrı yazılır. Bütün əvəzliklər ayrı yazılır. Amma filan kəs əvəzliyi necə yazılır? Bitişik yazılır. Yeganə bircə dənə bu əvəzlikdir ki, bitişik yazılır. Başa düşdünüz uşaqlar? Yaxşı. İndi uşaqlar, mən istəyirəm sizlərdən işarə əvəzliyi neçə dənədir? Məhəmməd demiş. 5 dənədir. 5 nəfər gəlsin lövhəyə. Yaxşı, gəlsin. Gülay, Aytaç, Səmaya, Rəna. Aygün, sən də gəl. İndi işarə əvəzliklərini tapın. Tapın, burada olanı varsa götürün. Yoxdursa lövhədən götürərsiniz. Aha, bu düzül cərgəyə. Bu belə. Qızım, yoxsa lövhədən götürə bilərsiniz. Lövhədən. Rəna, lövhədə var. Aha. Hər kəs öz əvəzini tapsın. Aha. Neçədən oldunuz? Göstərin görüm uşaqlar.
Bəli, Rəna düz seçdi. O işarə bu. Elə, belə. Onlar yox, düz seçməmisən. Hansını seçməlisən? O ne? Həmin işarə əvəzliyini seçməlisən. Eybi yox, eybi yox. Aha. İndi uşaqlar, indi düzəldimi uşaqlar? İşarələri tanıyaq. O, bu, elə, belə, həmin. O qız mənim dostumdur. Bu qız çox şirindir. Elə kitab al, elə qız ol, hamı səndən danışsın. Belə oxu, hamı heyran qalsın. Həmin o qız Aygündür. Bax, işarə edirik, düzdür? Çox sağ olun, əyləşin uşaqlar. İndi şəxs əvəzlikləri neçə dənədir? 3 dənədir. Cəmlərini də. Kim gəlib şəxs əvəzliklərini bizə göstərər? Oradan seçin. Əlfə sən gəl. Sən də gəl. Yusuf sən də gəl. Gəl Davud, niyə gəlmirsən? Oğlanlar da gəlsin. Hansı da onu seçdin? Aha, o şəxs əvəzliyidir. Cümlədə siz işlədərsiniz indi. Biz əvəzliyini seçdik Tural. Çox sual verirdi. Aha. Yusuf, baxım sən hansını seçdin? Oğlum, Davud. Oradan seç. Oradan mı seçiyorsun? Ay sağ ol. Hə, onu götür elə. Mənim var da. Mənim var da. Hə. Neçədən elədiniz? Biz, siz, mən, o, Mən birinci qalsın, mən. 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 Səni tapmamışsınız oradan. Hava, Gəl tap köməyərə. Ben geldim. Yerə düşəni götür. Aha. İndi hansılar oldu? Mən, sən, o. Qızım, cümlə işlədin, cümlə işlədin. O hansının nəyin yerinə işləndi? İsmin yerinə. Aha. Biz dostuq. Uşaqlar dostdurlar. Uşaqları götür oradan Tural, bizi qoy yerinə. Biz dostuq. Başa düşdün mən balam? Əvəzdə ismin yerinə işlənən bilən nitq hissəsidir. Siz cümlədə işlət bunu. Siz yaxşı dərs oxuyursunuz. Çox gözəl oxuyursunuz. Özdə düz dedin, tələffüz formasında oxuyursunuz. Davud, məni işlət cümlədə. Ben məktəbə gedirəm. Çox sağ ol. Aytaş, sən işlət. Sən çox gözəl qızsan. Aha. Onlar birlikdə konsertə getdilər. Düzdürlər uşaqlar. İşarə və şəxs əvəzlikləri yerindədir. Hətta cəmləri də yerindədir. Neçə dənə şəxs əvəzliyi oldu? 3 dənə. Mən, sən, o, biz, siz, onlar da onların nə oldu? Cəmi oldu. Çox sağ olun uşaqlar. Uşaqlar, əyləşin. Bəs sual əvəzliklərini tanıyırsınız uşaqlar? Kim mənə sual əvəzliklər? Aygün deyilən qızım. Kim? Düzdür. Qeyri-müəyyən əvəzlikləri kim sıralayar orada? Rəviyə gəl. Bir dənə qeyri-müəyyən əvəzlik tap. Rəviyə gəl tap. Bax buradan tap. Qeyri-müəyyən əvəzlik. Aha, kim isə daha nə sənə götürə bilərsən? Davud gəl. Cəldul qızım. Filan kəs, ay sağ ol, əla. Aha. Göstər görüb Rəviyə əlində. Hansıdır, hansı oldu? Kimsə filan kəs, hamı, bəli, Rəviyə də düz seçdi. Yaxşı. Gəl sən də kimsə işarə əvəzliyini seç. Gələrsiniz. Qeyri-müəyyən əvəzlikləri seç. Orada Rəviyə seçdi. Aha, kimsəni seçmirsən, düzdür? Yaxşı. Aha. İndi sizə bir dənə də sualım var. Gəldiniz, bəs uşaqlar. Kim isə, ay sağ ol, bəli, düzdür. İndi uşaqlar, müəlliməyə deyin görün. Bizi heç kim tanımadı. O heç kimin yerinə hansı əvəzliyi qoya bilərsiniz orada? Bizi heç kim tanımadı.
Filankəs olar da mən. Filankəs olmaz xeyr. Kim tapar? Bizi heç kim tanımadı. Bizi o tanımadı. Dinən. Heç kəs bizi tanımadı. Sinirdəki Uşaqlar, baxın, diqqətli olun. kimi tanımadı. Bizi kimsə tanımadı. Bəli, kimsə. Oradakı kimsəni də qoya bilərik bunu da. Uşaqlar, kimsə ilə heç kim bir-birinin nə idi? Kimsə ilə heç kim. Bax, hər ikisi işlənə bilir. Bir-birinin nə idi? Sinonim idi, düzdür. Rəna, o gülü gətir bura. Mən evdən cümlə qururdum. Yeni məktəbimdə mən heç kəsi tanımadım. Əyləşin uşaqlar. Mən heç kəsi tanımadım. Heç kəs necə əvəz idi qızım? Mən heç kəsi heç kimlə əvəz Heç kəs, heç kim. Bəli, sən qeyri-müəyyən əvəz idi. Bəli, məna növünə görə tanıyıram. Uşaqlar, bir dəqiqə qulaq asın. Bu gül nə rəngdədir? Qırmızı hansı nitq hissəsidir? Sifətdir. Əlamət bildirir yoxsa keyfiyyət? Əlamət bildirir. İndi bunu hansı əvəzi ilə əvəz edə bilərsiniz? Hansı güldür? Bəli, daha. Bu necə güldür? Daha. Hansını demişdilər? Bu daha. Bu həmin güldür. Çox sağ ol. Bu elə güldür. Afərin. Bu gözəl güldür. Gözəl sifətdir də. Sifəti dəyiş. Sən dinlə. Bu necə güldür? Çox sağ ol. Sən dinlə. Bu qəşəng güldür sifətdir. Mənim balam onu əvəzləyirlər. Bu nə cür güldür? Görsən? Hamı güldür. Çox sağ ol. Bəs mən gül deyiləm. Bəli? Filankəs mənə gül aldı. Filankəs kim isə deməkdir, düzdür? Çox sağ olun uşaqlar, biz bunu da bildik. Deməli, uşaqlar, nə əldə elədik bugün? Əvəzi məna növü neçə oldu? Şəxs əvəziləri hansılar oldu? Mən. Aha. Uşaqlar, işarə əvəziləri hansılar oldu? Agün dinləm. Düzdür? O, həmin. Səmayar, davam elə. Ay, çox sağ ol. Bəli, o əvəzi idi, omonim əvəzi idi. Buyur, sən dinlən qızım. Çox sağ olun uşaqlar. Çox təşəkkür edirəm. Bax, bir dənə sualım var sizə. Buyur. Ürəksən də. Uşaqlar, bir dənə. Bir dənə. Bir dənə sual verirəm sizə uşaqlar. Elə mən içəri girdim. Uşaqlar sevindilər. Burada elə əvəzlikdir yoxsa nədir? Əvəzlik. Bəs nədir? Ədatdır mən balam. Burada bunu götürüb yerindən götürsən cümlə. Elə mən içəri girdim. Hamı sevindi. Düzdür? Yaxşı. İndi gəlin bir dənə də sual verim sizə. Uşaqlar, elə hörmət eləyən hörmət görər. Elə burada nə mənadadır? Elə hörmət eləyən hörmət görər. Dinə, elə. Elə. Bax, kiməsə aiddir, bax, Aygün deyir. Elə hörmət eləyən hörmət görər. Yaxşı, gəlin yönlük halını yada salaq. Sözün kökü nədir burada? El-oba deməkdir, əziz balalar. Bəli, el-obaya siz çaşmayın da. Yəni, harada elə gördünüz, o əvəzi deyil axı. Əvəzi ədatda ola bilər. El-oba mənasında, elim, yurdum, yuvam mənasında yönlük halı ilə işlənən sözünü qarışdırmaq olmaz. Uşaqlar, belə güc vurma. Bu əvəzi götürmək olar bunu. Bəzən götürmək olar. Balam, belə güc vurma. Necə? Belə güc vurma. Bir də ki, alət var, belləyirsiniz ha. Deyirəm, bala, belə güc vurma. O nədir orada? Beldir də, yönlük halı ilə, düzdür uşaqlar? Yəni, biz əvəzi isimdən fərqləndirməyi bacarmalıyıq. İndi mənə sualıma cavab verin. Elə oxu, hamı anlasın. Elə burada zərfi əvəz eləyər sifəti. Elə oxu. Niyə?
Çünki feilə aiddir, oxumaq feilinə aiddir. Bir də deyirəm ki, uşaqlar, elə şirin danış ki, elə şirin danış ki, elə danışa aiddir. Yenə də zərfi izah edir. Bax, çaşma. Sonra deyirəm, elə kitab aldım, hamı bəyəndi. Sifəti əvəz eləyir, düzdür uşaqlar? Yaxşı, indi gəlin elə sözünü sifətlə, elə sifət qoyaq yerinə. Maraqlı kitab aldım. Tural, bax, elə əvəzlikdir, eləni qoyuram kənara, maraqlı sözünü qoyuram yerinə. Maraqlı kitab aldım, hamı bəyəndi, düzdür? Düzdür? Deyirəm ki, Rasim qapını döydü. Yapışmışam elə bu Rasimlə. Rasim qapını döydü. Sonra deyirəm ki, kimsə qapını döydü. Rasimi qoyduq kənara. Aha. İsmi əvəz eləyib, mən balam, ismi əvəz eləyib. İndi işarə əvəzliklərini biz tanıdıq, ha? Həmin o işarə əvəzlikləri nəyə əvəz eləyir uşaqlar? Elə sifəti əvəz eləyir, bəziləri də elə əvəzliyi də bəzən zərfi əvəz eləyir, düzdür? Yaxşı, indi keçək iş dəftərini işləməyə. Açın, iş dəftəri kimdə var uşaqlar? Kimdə iş dəftəri var? Kim gətirib iş dəftərini? Gəlin iş dəftərindən bir çalışmanı deyim sizə. Aha. Hansı çalışmadır? Dil qayda, bu dil qaydalarıdır. Əvəzliyə aç dil qaydalarını. Biraz tez ol, vaxt gedir. Bugünkü dərsdə aktiv idiniz uşaqlar. Xoşum gəldi, hamınız aktiv idiniz. Çox sağ olun. Əvəzliyə açdın mı? Yaxşı. Uşaqlar, iş dəftərində verilən tapşırıqları şifahi gəlin sizlə bir yerdə eləyək. Hansı cümlədə o işarə əvəzidir? Cümlələri oxuyuram, diqqətli olun uşaqlar. O məni hardan tanıyır? Bu sual əvəzi. O məni hardan tanıyır? O'dan söhbət gedir qızım. O şəxsi yox, şəxs əvəzidir. Kim? O. Başa düşdün Tural? Ay sağ ol. Hardan da düz deyirsiniz. Sual əvəzi hardan tanıyır? O sual əvəzidir. O bina keçən il tikilib. Hansı bina işarə əvəzi? Çox sağ olun. O hamı ilə salamlaşdı. Şəxs yoxsa Mədinə? O hamı ilə salamlaşdı. Şəxsdir. Ay, afərin, düzdür. O ətrafdakılara maraqla baxdı. O da şəxsdir. Kim? O, düzdür. Məsələn, Cəmilə ətrafdakılara maraqla baxdı. Mədinə hamını dinlədi. Kim? Mədinə. O hamını dinlədi, düzdür. Keçirik. B bəndindəki tapşırıqlara uşaqlar. Deyilən görüm. Ay, afərin. İkinci Tural desin. Nəyi? Yeni mahnını hamı bəyəndi. İndi oğlum, uşaqlar olsaydı isim olardı. Uşaqları götürdük, hamı qoydu. Oldu mən qeyri-müəyyən əvəzdir. Başa düşdün? Üçü deyə bilərəm. Üçü deyilən Aytaç qızım. Bütün məsələlər həll olundu. Bütün məsələlər necə əvəzlikdir uşaqlar? Təyin əvəzliklər. Biz təyin əvəzlikləri də yada salaq. Öz, hər, bütün filan. Yaxşı. Növbəti çalışmaya gedək. Dərslər nə vaxt başlayacaq cümləsində əvəzlik hansı nitq hissəsinin yerinə işlənib? Nə vaxt? Zərfi. Ay, sağ ol, çox sağ ol. Hansı cümlədə belə işarə əvəzliyi sifətin yerinə işlənib? Vətənə belə oğullar gərəkdir. Kim deyər? Belə oğullar sifətin yoxsa zərfin yerinə işlənib? Sifətin yoxsa zərfin? Sifət, oğullar isim olduğu üçün. Davud, diqqətin bizdə olsun bala. Yaxşı, bunu da bildik. Belə oynasaq, finala çıxarıq. Belə rəviyyə, belə oynasaq, belə sifətin yerinə işlənib, yoxsa zərfin yerinə qızım? Zərfin yerinə işlənib. Belə danışma, səni başa düşmürəm. Belə nəyin yerinə? Belə danışma, hərəkətin yerinə işlənib. Yaxşı, bu cihaz belə işləyir. Uşaqlar, işarə əvəzliklərini kim göstərir burada? Burada belə. Bu cihaz sifətin yerinə işlənir. Bu cihaz
Belə işləyir, bəs nəyin yerinə işlənir? Belə işləyir. Belə işləmə. Belə işləyir. Zərfin yoxsa sifətin? Zərfin. Zərfin. Diqqətli olun biraz. Keçirik növbəti çalışmaya. Hansı cümlədə kimsə əvəzi heç kim mənasında, bax, bayaq biz bu çalışmanı eləmişdik. Hansı cümlədə kimsə əvəzi heç kim mənasında işlənmişdir? Kimsə arxadan məni çağırdı. İşlənmir. İşlənmir, düzdür. Yaxşı. Heç kim arxadan məni çağırdı. Biz gələndə içəridə kimsə qalmışdı. Bunu da deyə bilərik. Heç kimin yerinə işlənir bəyəm burada. Mənim Bu kitabı kimsə oxuyur. ikinci işlənir. Biz gələndə içəridə kimsə qalmır. İçəridə heç kim qalmamış. Bəli, biz gələndə uşaqlar, sizcə niyə orada işlənir? Xəbərə baxın, təsdiqdir yoxsa inkardır feil? Təsdiq deyil. İnkardır. Feil inkar olanda Heç kim işlənə bilər. heç kim işlənə bilər, düzdür? Keçək C variantına. Davud, C variantında işlənir. C variantına diqqət elə. O hadisəni heç vaxt unutmayacağım. O hansı əvəzi idi burada Hüseyn balam? İşarə əvəzi idi. İdmançılar hər yarışdan əvvəl gərgin məşq edirdilər. Hər hansı əvəzi idi uşaqlar? Hər Yox. Mən də çaşdırdınız. Təyin əvəzi idi. Ay sağ ol. Hər günün öz ətri var. Ümləşdirir, bax təyin edir ümumi şəkildə. Hamı Şahanənin çempion olmasını istəyirdi. Hamı. Əvəziyi göstərin burada, Rəbiyə. Hamı. Mənim Qeyri-müəyyən əvəzidir, düzdür. Biz Divar qəzeti üçün maraqlı material topladıq. Şəxsdir. Neçənci şəxsdir? Birinci şəxsin cəmidir. Fərhad hansı məktəbdə oxuyur? Sual əvəzikləridir, düzdür? Çox sağ olun uşaqlar, bugünkü dərs xoşunuza gəldi? Bəs dərsin hansı məqamı xoşunuza gəlmədi? Kim deyər? Bütün məqamlar xoş idi. Özünüzü tapdınızmı bu dərsdə? Əvəzlikdən səhv etməzsiniz ki. Tural anladın? Dünən gəlməmişdin. Çox sağ olun uşaqlar. Sizi çox sevirəm.